Bir məşhur hədis var. Səsə adında bir səhabə var idi. Həzrət Əli əleyhissalamın gəldi yanına. Əli əleyhissalam dünyasını dəyişməmişdən əvvəl gəldi. Həzrət Əli əleyhissalama nisbətən sual verdi. Bu məşhur bir misaldır, hədisdir. Bəli. Gəldi soruşdu: "Ya Ali, sən əfsəlsən Adəm, sən əfsəlsən Nuh, sən əfsəlsən İbrahim, sən əfsəlsən Musa, sən əfsəlsən İsa." Sonda peyğəmbərimizə gəlib çatanda Həzrət Əli əleyhissalam buyurdu: "Mən peyğəmbərin qullarından bir qulam." Həzrəti Əli əleyhissalam boyda bir şəxsiyyət özün peyğəmbərin qulu hesab eləyir. Bəli. Yəni insanlara da çatdırmaq istəyir ki, o məqam ki var, peyğəmbərlik məqamı, o toxunulmazdır. Ora əl uzatmaq olmaz, oranı ləkələmək olmaz, ona günah nisbəti vermək olmaz. Həmən bu məntiq Quranın məntiqidir. Necə Quran peyğəmbərlərin məqamı ki, toxunulmaz saxlayır. İnsanlar gərək ora hörmətsizliklə yanaşmayalar. Bu yolu peyğəmbər özü və təbii imamlar və səhabələr də buna riayət edirlər. Amma təbii ki, sonralıqdan bəzi insanlar gəliblər öz məqsədləri üçün peyğəmbərin belə günahkar olmağına. Dəlillər gətiriblər ki, dəlilləri deyil, öz ağıllarına uyğun dəlildir. Amma əslinə qalanda məntiq Quranın məntiqidir ki, peyğəmbərlərin məqamı toxunulmaz məqamdır. Buyurun, Hacı. Çox gözəl.